Cenab-ı Allah necə zaman və məkandan münezzəhdirsə, bəzi insanlar orada ilişib qalır. Yəni orada fizikada bir şey var. Çox sadə. Qaradəlik məsələsi. Bir önceki videomda danışmışdım. Tutaq ki bir insan səhvən qaradəliyin içine düşdü. Normalde iş anında bitərdi. Çünki dəhşətli bir cazibə qüvvəsi var. Amma fərz edək ki, qaradəliyin içində yaşadı. Event Horizon deyilən bir bölgə var. O qaradəliyin giriş hissəsidir. Oranı keçdin mi artıq geri dönə bilməzsən. Orada işıq belə qaça bilmir. Saniyədə 300.000 kilometr gedir. Amma qaradəlikdən qaça bilmir. Möhtəşəm bir çəkim qüvvəsi var. Siz o nöqtəni keçəndə ətrafınıza baxsanız, əgər sağ qalsanız, sizdən əvvəl qara dəliyin içinə nə girdisə, istər 1 milyard il əvvəl olsun, hamısını anında görürsünüz. Eyni anda daxil olursunuz və sizdən sonra nə girəcəksə, onu da görürsünüz. Yəni riyazi olaraq sübut olunub. Orada zaman elə genişlənir, elə deformasiya olur ki, bütün zamanları eyni anda görə bilirsiniz. Hətta tam olaraq belə olmasa da. Cenab-ı Allah zamanı yoxdan yaradıb. Ona görə zaman anlayışı keçərli deyil. Cenab-ı Allah üçün hər şeyin əvvəli və sonu qiyamət, hətta cənnət və cəhənnəm belə hazırda mövcuddur. Orada olan insanlar, hətta biz də hazırda oradayıq. Zaman bizim üçün keçərlidir. Amma Allah üçün keçərli deyil. Bütün zaman dilimlərini eyni anda Allah görür, hər şey onun huzurunda və qarşısında mövcuddur. Ona görə zaman anlayışı çox fərqlidir.